Biz indi bir qədər irəliyə doğru hərəkət etdikdən sonra sağa dönürük. Daha sonra yenə də sağa dönəcəyik. Tətbiq olunmuş nişanlara diqqət et. Bax, görsənmi? Orada tətbiq olunmuş nişan nə nişandır? Nə nişandır? Gördüyün qırmızı fonda ağ kərpic nə nişandır? O tərəfə çıxmaq olmaz. Bəli, giriş qadağandır nişandır. 3.1 nömrəli nişandır. Demək ki, biz buradan sola dönə bilmərik. Yəni axının əksinə hərəkət eləyə bilmərik. Yalnız sağa hərəkət eləyə bilərik. Sağ tərəfdə tətbiq olunmuş nişanlara diqqət et. Aşağıda göy fonda olan bizə istiqamətimizi göstərir və üstdə tətbiq olunmuş nişan isə adı üstündədir. Stop nişanı. Stop nişanı isə 2.5 nömrəli nişan idi və tələbi nədir? Tam şəkildə dayanmaq. Yəni dayanmadan keçmək qadağandır. Nişanların anlamını bildinmi? İndi biz bu işin tətbiqindən danışaq. Hansı şəkildə hərəkətimizi davam etdirməliyik? Bir qədər irəliyə doğru hərəkət edəcəyik. Daha sonra sağa dönəcəyik. Sağa döndükdən sonra yola çıxmadan, əgər yerdə stop xətti olmuş olsaydı, stop xətti ilə bir dayanmalıydıq. Stop xətti yoxdur. Ona görə də kəsişmə nöqtəsində dayanırıq. Yəni o yolla bizim yolun birləşmə nöqtəsində dayanırıq tam şəkildə. Sonra soldan gələn nəqliyyat vasitələri, yəni o istiqamətdən gələn nəqliyyat vasitələrinə yol verərək sağa dönüb hərəkətimizi davam etdirəcəyik. Bax o istiqamətə. Praktiki baxımdan bu işi hansı şəkildə yerinə yetirməliyik? Bax, sən bir qədər tez dönsən, sağda olan, bax o bardır ki var, yerdə görsən, o bardura yaxın olacaqsan. Yaxın olduğun üçün də dönərkən böyrü ora vurma ehtimalın olacaq. Məcbursan ki, böyrün ora dəyməsin deyə, maşının böyrü, yəni o bardura toxunmasın deyə daha çox irəliyə doğru çıxasan. Onda da bir növ gecikmiş olacaqsan. Parkın kənarında olan bardır ki var, avtomobilin ön hissəsi bax o bardura dəyəcək. Ona görə sağımızda olan ilk maneə bardurdan bir qədər aralı getməliyik. Ən az 1 metr. Buyur, əyləc pedalını bas və qoy drive rejiminə. Yox, birinci drive rejiminə qoy. Burada da göstərir D-də olduğunu. Daha sonra əl əyləcini endiririk aşağı. Sağa dönmə siqnalımızı yandırırıq. Baxırıq güzgüyə. Kimsə gəlmir ki. Əyləci burax. Sola da diqqət elə. Soldan məhəllənin içindən çıxan yoxdur ki. İndi sükanı çevir sağa. Bax, mən bu bardurdan danışırdım və səni. Bu bardura çox yaxın getmirik. Get, davam elə. Hələ ki, davam elə. Bax, indi sənin bu bardurla böyründə ən az 1 metr məsafə var, düzdürmü? Əyləci burax. Güzgün çatanda tam dayanmışıq. Oradan gələnləri buraxmalıyıq. Sağa yandır. Sükanı axıra kimi çevir, qorxma. Çevir, hazır qoy. Bundan sonra çıxa bilərik. Əyləci burax və artır sürəti. Artır qızım. İndi yavaşca düzləşdir. Oldu. Yavaşca saxla. Tələsmə. Saxla. 3 yerə baxmaq qadağandır. 1. Sükana. Hansı ki baxırsan, baxmamağa çalış. 2. Ayağımıza, yəni pedallara baxma. 3. Maşının burnuna. Bu yazılan bir qayda deyil ha. Mən bunu qadağandır deyərək şişirdib sizə deyirəm ki, diqqətinizi düzgün yerə yönəldəsiz. Uzağa və geniş baxmağa çalış. Toxunmadıq ki bir maneəyə. Bax, bu 2-ci dərəcəli yoldan əsas yola çıxış idi. Ən çox qəzaların baş verdiyi yerlərdən biri də məhz buradır. İndi biz qarşımızdakı bu maneəni həll etmək üçün sola keçid eləməliyik, düzdürmü? Sola dönmə siqnalını yandır. Bax, kimsə gəlmir ki. İndi əyləci burax. Sükanı çevir və artır sürəti. Artır qızım. Bir balaca da artır. Yolun sonundan sağa dönəcək. Bir balaca sağa yanal, amma dönmə siqnalını yandırmadan.
Çünki yandırsan elə bilərdilər, bax bu kəsişmədən sağ ayrılırsan. Yolun sonunda isə stop nişanı tətbiq olunur, düzmü? Demək ki, tam dayanmalıyıq. Amma harda? Stop xətti varsa stop xəttində dayanırıq, yoxdursa kəsişmə nöqtəsində. Sağa dönmə siqnalımızı yandırırıq. Sağa yapışaraq gəl. Biraz da yaxınlaş. Bax, burada tam şəkildə dayan. İndi bax, soldan gələnlərə əyləci bir balaca da burax, stopun tələbini yerinə yetirdin. Bir balaca da burax əyləci. Baxa-baxa çıx. Yoxdur ki, kimsə. Sükanı çevir və qazı bas. Eyni anda. Çox basın, neybi yox. Artır sürəti. Düz davam edirik. Bir balaca artır sürəti. Bax, indi bizim sürətimiz aşağı olduğu üçün biz sağ cinahla getməyə məcburuq ki, solumuzdan digər hərəkət iştirakçıları rahat ötüb keçə bilsin. Düzü? Amma yaşayış məntəqəsində əgər sağa dönməyəcəksənsə, sağ cinahla, yəni yolun sağına bitişib getmək təhlükəlidir. Niyə təhlükəlidir? Artır sürəti. Çünki bax, həyətdən çıxan avtomobillər maşının burnunu yolun ortasına çıxardır. Soldan gələnlərə, yəni bizə yol verməyi düşünür, daha sonra hərəkətini davam elətdirir. Anidən kimsə, bax, qarşıdakı maşınlara görsən, çıxsa qarşıva, sən ya onu vurmalı olacaqsan, ya da onu vurmamaq üçün kəskin tormozlanma eləyəcəksən, onda da arxadan gələn nəqliyyat vasitəsi sənin maşını vuracaq və yaxud da bu halların baş verməməsi üçün sükanı anidən sola çəkəcəksən ki, onda da bax, solundakı maşın səni vuracaq. Bu bir səbəb. Digər səbəb, sağa dönmək istəyən nəqliyyat vasitələri ilk öncə sürətini azaldıb, sonra sağa dönürlər də, düzü, artır sürəti. Artır, emosional yox, maili şəkildə. Onlar da sağa dönərkən sürətini azaldaraq sağa dönür və bəzən dayanıb yol verib həyətdən çıxanı buraxıb sonra dönürlər. Biz düz getmək istədiyimiz təqdirdə onların arxasında ilişib qalacaq. Digər səbəb, sağdan çıxa biləcək piyadanı düşün. Anidən olar da uşaqda həyətdən çıxdı, qaçdı yolun ortasına. Buna görə də sağa dönməyəcəksənsə, sağ zolaqla getmək tövsiyə olunmur. Solu yandır, bir balaca sola meyllən, sürət artır qızım. Artır. İndi sağa yandır, bax sağa, kimsə yoxdur ki. Bir balaca sağa meyllən, söndür dönmə siqnalını. İndi artır sürəti, mən yanındayam. Yenə də deyirəm, sürətimiz aşağı olduğu üçün sağ cinahla hərəkət edirik. İndi fikirləşərsən ki, müəllim həm deyir sağla hərəkət etmək qadağandır, həm də sağla sürdürür məni. Yəni, mən sənə bunları izah edirəm ki, sənin bu haqda bilgin olsun. Qarşıda işıqfor var. Biz həmin o işıqfordan düz keçib gedəcəyik. Sürəti birazca azalt. Və bizim üçün biraz geç dayandım. Çox az ara məsafə saxladım. Və bizim üçün yaşıl bölmə yananda kiməsə yol verməyə məcbur deyilik. Düzcə hərəkətimizi davam etdirə bilirik. Artır sürəti. Artır. Biraz da artır. Sağda tətbiq olunmuş nişana bax. Üçbucaq. Nə nişandır bu nişan? Yol ver nişan. Artır sürəti. Amma işıqfor varsa o qüvvəsini itirir. Artır sürəti. Burada dayan qızım. Bax, yavaşca dayan. Çünki bir kəsişməni keçdik. Növbəti kəsişmədə bax, işıqforun qırmızısı yandı. Düşdük qırmızı bölməyə. Ona görə də diqqətli ol. İndi yaşıl bölmə yananda hərəkətimizi düz davam etdirəcəyik.